Dəyərli həmvətənlər, 17 iyun tarixidir. Dünən axşam gecə saatlarında Kürdəmir sakinləri Bakı-Qazax magistral yolunu bağlayıblar, etiraz edirlər. Çünki bir polis Kürdəmirdə vətəndaşı vurub, döyüb və Kürdəmir əhalisi etiraza qalxıbdır və həmin polisin cəzalandırılmasını tələb edirlər. Polis rəisi, prokuror, rayonun prokuroru, icra başçısı hamısı tökülüb və gəlib insanların qarşısına yalvarırlar ki, gedin evinizə. Nələr baş verir və Kürdəmirdə hal-hazırda yenə insanlarla polis arasındakı narazılıq davam edir və polisin cəzalandırılmasını tələb edirlər. Yoxsa Kürdəmir bütün əhalisinin küçələrə çıxacağı bildirilir. Çünki polis Kürdəmirdə insanları boğaza yığıbdır və əsas da səbəb insanlar yaydı, öz meyvələrini, tərəvəzlərini çıxardırlar yolun qırağına və satırlar və bunun da polis gəlir pul verməyənini dağıdır və bu da insanlarda etiraz yaradıbdır. Videoya sona qədər baxın, rayonun prokuroru, icra başçısı, baxın gördüyünüz kimi əgər xalq, əhali bir olarsa və etiraz edərsə, ayağına gətirirlər məmurları, icra başçılarını, prokurorları. Baxın necə danışırlar xalqla indi. Bəyənin, paylaşın ki, bütün Azərbaycan görsün ki, birlik olanda hər şey etmək olar. Nazir, məmur, prezident hərləmir xalqın qarşısında. İcra başçı danışır indi rayon prokuroru. Polisin qanunsuz əgər varsa, biz hadisələri yoxlayarıq. Əgər polisin qanunsuz təsdiq olunursa, amma buna normal, sivil qayda şikayət. Buyurun gedin, gedirin. Biz də mən sizə söz verim rayon prokuroru olarak. Mən sizə qanuni nə tədbir var ki, dağılışın, mən sizi tanıyıram, kim lazımdır, 2-3 nəfər seçilsin, gəlsin, qalanları dağılışsın, mən söz verirəm ki, qanunu araşdırın. Bizim şöyle işimiz yok. Ne araştırırız? Sana qatıq stat soğarlar. Kənddən sağlam. Aydın oldu. Narahatçılıq yox. Qalan cəmaat dağılışsın, gidək. Bir neçə cəmaat var. Mənim əmmim oğlu, o kişilər saxlaladılar. Bu hüquq deyil. Mənə, mən. Kaçta gidelim? Onu hamdesi süramalı. Onu hamımız gidelim. Hayır, maşın üstümüzden sürdü. Dəyərli dostlar, İmişlidə polis avtomobili ilə 3 azyaşlını, məktəblini vurub öldürdü. Ondan sonra prezident aparatından, şəxsən İlham Əliyevdən Daxili İşlər Nazirliyinə tapşırıq verilmişdi ki, nə qudurğanlıq eləyirsiniz, nə zülm edirsiniz. Çünki rüşvət lazımdır İlham Əliyevə. Yəni, nə eləyirsiniz, eləyin öz işinizdə. Amma insanların ayağa qalxmasına səbəb olmayın, etiraz etməsinə